Kazetta. Yeni il axşam idi. Tenardiye'nin yeməkxanasında xeyli adam var idi. Tenardiye qonaqlarla söhbət edir, arvadı isə içki süzürdü. Bu balaca mehmanxanada cəmi bir xidmətçi vardı. O da 8 yaşlı Kazetta idi. Kazetta bütün günü qabları yuyar, masaların üstünü təmizləyər, qonaqlara xidmət edərdi. Səhərdən axşama kimi işləsə də, Tenardiye onu yarı ac, yarı çılpaq saxlayar. Arvadı isə elə hey döyürdü. Heç kim ona rəhm eləmirdi. Kazetta üçün ən əzablı iş su daşımaq idi. Çünki suyu uzaqdan, meşədəki bulaqdan daşımaq lazım gəlirdi. Yazıq qız ağır vedrəni gətirib çıxarana kimi əldən düşürdü. Vay o gündən ki, axşam vaxtı su qutaraydı. Onda Kazetta gecənin zil qaranlığında kol-kosa ilişə-ilişə hər bir səsdən, kölgədən qorxa-qorxa su ilə dolu vedrəni daşımalı olurdu. Zavallı qız qaranlıqdan qorxsa belə sahibəsinə etiraz edə bilmirdi.